təqdim Mən edin. Babayev Talih Rahiloğlu, Salyan rayon Kərimbəli kənd sakiniyəm. 2016-cı ildən 2024-cü ilin avqust ayının 23-nə qədər bu arxamda gördüyünüz Geyli Şirkətlər qrupuna məxsus olan Salyan Oil şirkətində mühafizə xidmətində çalışmışam. Amma əfsuslar olsun ki, 2024-cü il avqustun 23-ü şirkətdə baş vermiş boru oğurluğu ilə əlaqədar olaraq boru oğurluğunda heç bir əlim, heç bir müdaxiləm, heç bir əməlim olmadan şirkət rəhbərliyi tərəfindən şifahi istintaq gedən müddətdə heç bir əsas olmadan mən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən azad etdilər məni. Və həmin iş üzrə cinayət işi öncə Salyan rayon polis şöbəsində, sonra da Salyan rayon prokurorluğunda iş aparıldı. Ölkəmizin öndə gələn qurumları prokurorluq və polis tərəfindən iş araşdırıldı və mənə heç bir əlim Kənan Quliyevin törətdiyi boru oğurluğunu törədən şəxs Kənan Quliyev mühafizəsi. Kənan Quliyevin törətdiyi cinayət əməlində heç bir əlim olmadığı Salyan rayon prokurorluğu tərəfindən mənə bu sənəddən təqdim olundu ki, mənim orada heç bir əlim yoxdur. Və şirkət bunlara baxmayaraq məni yenə də işdən azad etdilər. Dəfələrlə müraciət etsəm də şirkət rəhbərlərinə və məni heç vaxt yaxınlarına buraxmadılar və məni işdən qərəzli şəkildə azad etdilər. Cinayət işi Salyan rayon prokurorluğunda gedir və bir neçə ay sonra cinayət işini şirkətin rəhbərliyi tərəfindən cinayət işini o oğurluğu törədən şəxslərə barışıq elan olunur və cinayət işi bağlanılır. Və burada da göstərilir, bax bu 24 240 726 021 nömrəli cinayət işi. Sonra da bax burada da qərarı aldığımda da göstərir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən dayandırılsın. Başa düşdüm qardaş, bu təqsirləndirilən şəxsi siz müəyyən etməmisinizsə, bəs birinci sənəddə göstərirsiniz ki, Kənan Quliyevin törətdiyi oğurluq. İkinci sənəddə göstərir ki, biz təqsirləndirilən şəxs müəyyən etməmişik. Bəs təqsirləndirilən şəxsi müəyyən etməmisinizsə, bəs mən bir gənc ailə başçısı, 2 az yaşlı övlad atası olaraq mənim övladlarımın, özümün gələcəyimizi sual altına qoymuşlar. Əli oğru qismində və məni işdən çıxartdılar və mənim həmən oğurluqla heç bir əlaqəm olmadığını Salyan rayon prokurorluğu tərəfindən sübuta yetirilmişdir. Eyni haqsızlıqlar, eyni belə hüquq pozuntuları məhkəmədə də mənə qarşı gedir. Şirkətin bəzi rəhbərləri tərəfindən o adlarından, şirkətin adından, nüfuzundan istifadə edərək məni hansısa məhkəmə hakimləri ilə əlbir olaraq məni orada da hüquqlarımı pozdular və məhkəmələrdə də eyni hüquqda götürürlər. Məhkəmə gedən müddətdə və götürürlər məhkəməyə belə bir sənəd qoyurlar. Güya mən 2020-ci ildə mən şirkətdən o vaxtda oğurluğum olub mənim 2020-ci ildə və şöbəsinə biz sorğu göndərdik və polis bizə onu barədə bax rəsmi sənəd təqdim edir ki, həmin vaxtı mənim heç bir oğurluğum olmayıb. Polis təsdiqləyir, amma Bəli, bəli. əksini deyilir. Bəli. Şirkətin hüquqşünası məhkəmənin sisteminə, ali orqanın sisteminə və götürür ağzına gələn məlumatı yazıb ora yerləşdirir və mən bunun arxasıca gedib polis şöbəsindən bunu alıram ki, polis təsdiqləyir ki, bu şəxsin heç vaxt 2020-ci il ərzində heç vaxt bu şəxsin oğurluğu olmayıb. Heç bir izahatda mənim oğurluqla bağlı nə adım, nə şübhəli şəxs qismində, nə təqsirləndirilən şəxs qismində heç bir yerdə mənim adım keçmir. Şirkətin işçiləri arasında bəli. Şirkətin işçiləri arasında götürür qardaş. Bəli, götürürlər imza toplar və üstünə də yazıb qoyurlar ki, mən görə şirkət ərazisində cəmaatı incidirəm və əxlaqsızlıqla məşğulam. Heç bir əsası olmayan sözlər yazıb üstünə yapışdılar və insanları aldadaraq və götürürlər, imza toplayırlar. Bu insanların da bu gün hamısı idarə işçilərdir. Bəli, burada işləyən asılı şəxslər. Bəli, Vahid İmanov tərəfindən, şirkətin baş mühəndisi Vahid İmanov tərəfindən sahəyə gedilərək şəxsləri başqa yalanlarla aldadılaraq bura imzalar atdırırlar. Təhlükəsizlik kameraları olsa da, əfsuslar olsun ki, şirkət 8 ay ondan qabaq ora təhlükəsizlik kameraları qurdursa da, işlək vəziyyətdə gətirilməmişdir.
bilmirəm hansı məqsədlərə qulluq eləyirdi, hansı kimlərin məqsədinə qulluq edirdi. O təhlükəsizlik kameraları həmin vaxt işlək vəziyyətə gətirilməmişdi. O da bizdən asılı olan bir vəzifə deyil. Onu şirkətin rəhbər şəxsləri tərəfindən. Bu şikayətdə də göstərirəm, üzr istəyirəm. Bu şikayətlə də bağlı vətəndaşların məndə olan audio səs yazıları var ki, və orada etiraf edirlər ki, həmin bu imza atan şəxsə etiraf edirlər ki, bizim bu imza ilə bizə bunu başqa cür deyiblər. Heç mənim adımla orada əlaqəsi yoxdur. Başqa-başqa yalanlarla şəxsləri aldadaraq və o audio yazılarda sizə təqdim eləyəcəm. İlham Əliyevə səslənirəm ki, cənab prezident, mən sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyən bir gənc olaraq sizdən xahiş edirəm. Sizin bir gözəl bir sözünüz var. Ölkədə məmur özbaşınalıqları ilə bağlı hər hansı bir siqnal ötürün. Bax, mən bu özbaşınalıqları sizə ötürürəm. Xahiş edirəm, bu özbaşınalıqların qabağında mən tək qalmışam. Məni bu şərlərdən, böhtanlardan qurtarmaq üçün mənə çox köməklik göstərin. Sizdən xahiş edirəm. Əlavə olaraq onu da bildirmək istəyirəm ki, bunların bir nöqsanlarından biri də, digər nöqsanlarından biri də nefti içməli suya axıtmaqları, kəndin camaatın içməli suyunu axıtmaları, dənizə gedən qoruqdan keçib dənizə gedən kollektora nefti aparıb boşaltmaqları, nefti yerlərdə axıtmaqları, torpağın üstünə ekoloji, texnoloji pozuntular törətməkləri və bunları da sizə təqdim eləyəcəm. Bunları da xahiş edirəm. Buradan səslənirəm dövlət qurumlarına, cənab prezidentimizə, dövlət qurumlarına. Bax, bu kadrlar ölkəmiz üçün, xalqımız üçün çox əhəmiyyətlidir. Bu kadrları dəyərləndirsin. Kürsənci sahəsi. Böyle bir yerdir. Qarabağlı ərazisidir bura. 4-cü sahəyə 2-ci sahənin arasıdır. Bu şirin su kanalıdır burada. Nefti gətirib maşından boşaldıblar, bax bura. Buraları bərbad günə salıb, Kürsənci sahəsidir.